على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد صلى الله عليه وآله وعلى أهل بيته الطيبين الطاهرين معصومين عليهم السلام ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في محكم كتابه الكريم: بسم الله الرحمن الرحيم والذين هم عن اللغو معرضون. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. صدق الله العلي العظيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. يا عباد الله usikum ve nefsi bi tekvallah. Değerli müminler, evvela özümü ve siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allahın əmrlərinə itaat edək. Allahın əmrlərinə itaat etməklə Allahın razılığını əldə etmiş olarıq. Allah razılığını əldə edən insan da əlbəttə dünya və axirətdə nicat tapanlardan. Allah bizləri nicat tapanlardan qərar versin inşallah. Bugünkü cümə xutbəmiz vaxtın, zamanın qədrini bilmək haqqındadır. Çox önemli bir mövzudur. Hər birimiz öz vaxtımızın qədir qiymətini bilsək, əlbəttə bəzən israfçılıqdan danışıldıqda biz sadəcə düşünürük ki, israfçılıq elə pul xərcləmək və ya yemək çox israf etmək, bu kimi şeylərdə yəni anlaşılır, amma elə deyil. Bütövlükdə hətta ən böyük israfçılıq insan ömrünü belə deyək, heç nəyə, hədər, o vaxtı kör-körana, boş yerdə keçirtməklə, deyib gülmək də lazımdır və ya görürsüz çayxanalarda, orada, burada keçirtməklə görürsüz özünə qarşı, öz ömrünə qarşı böyük bir israfçılıq etmiş olabilir. İndi məsumların həyatına baxsaq, Həzrət Peyğəmbər Əkrəm insan ömrünün necə keçirildiyi haqqında, necə keçirtməlidirsə, o haqda gözəl bir qayda qoyub bizim üçün. Zaman o qədər önəmlidir ki, Allah Əsr surəsində əsr vaxtı bir zamandır, bir vaxtdır. İndi təfsirlərdə müxtəlif təhlillər, mənalar var. Onunla işim yox. Yəni bu, baxın, Bismillah vəl əsr, andula əsrə. Andula, yəni əsr vaxtına, zamana Allah and içir. İnnəl insanə ləfi xusr. İnsan ziyan içindədir, zərər içindədir. Təfsirlərə baxsaq, bir məna da budur ki, insan, yəni vaxtın qədir qiymətini, ömrünün qədir qiymətini bilməyən insan ziyan içindədir. Əhl-i sünnə müfəssirlərindən olan Zəməşğəri deyir ki, bir gün bazara getdim, mən bu ayənin təfsirini, təhlilini bir buz satanla özümə izah etdim və dərk elədim. Allah bu ayədən nə demək istəyir? Ki, buz satan pul vermişdi. O vaxtda da soyuducu yox idi ki, buz belə düzəldib satsınlar. Dağlardan çətinliklərlə gətirirdi. Gətirir belə deyək, bazarın içinə, isti hava, buz satır. Həmən buzu sata bilmədikdə nə edirdi? O buz əriyirdi. Nə eləyirdisə çarə yox idi. Yenə dediyim kimi, o vaxt dövrü soyuducu yox idi. Onu soyuducuya qoysun ki, sabaha saxlasın. Onun qarşısını ala bilmirdi, gedirdi. Onu geri qaytara bilmirdi. Yəni o buzu saxlaya bilmirdi. Dedim, mən onda bildim ki, Allah and içir əsrə və insanların ziyan içində olduğunu. Ömrü də, yəni o vaxtı da bir insan üçün onun kimi bir sərmayədir. O əriyir, onun qarşısını ala bilmirsən. Ömür də elə gedir sürətlə, onun qarşısını ala bilmirsən. Amma xoş o insanın alına ki, o ömrü yaxşı şeylərə sərf edə bilə, öz vaxtını səmərəli keçirdə bilə. Çünki çox insanları dindirsən, danışdırsan və ya yaşlıdır, keçmişindən danışdıqda deyir, heyf o cavan çağımdan və ya heyf o günlərdən,
o zamandan ondan layiqincə istifadə edə bilmədim. Və ya heyf cavanlığımdan mən oruclarımı tuta bilməmişdim, namazlarımı qəza eləmişdim. Artıq o vaxt aradan gedib. Görürsünüz, səmərəsiz keçirdəndə indi hər dəqiqlə 70-80 yaşım var, kaşgərə indi 30 yaşım olaydı, mümkün deyil. Yəni o vaxtı artıq geri qaytarmaq mümkün deyil. O da zamanın qədrini insan gərək bilə. Ən dəyərli şey insan üçün nədirsə, insan dünyada onu görürsünüz, xırda istifadə edir, yavaşça istifadə edir ki, israfçılıq olmasın. Ondan da artıq dərəcədə öz ömrü ilə gərək hərəkət eləsin, yəni onun qədər qiymətini bilsin. Həzrət Peyğəmbər Əkrəm buyurur ki, İc'alu enfusekum 4 saat. Vaxtınızı 4 hissəyə bölün. 4 yerə gününüzü, vaxtınızı, səhər açıldı, belə deyək, artıq insan özü üçün müəyyən planlar cızır. Mən bugün işə gedərəm, bu işi görərəm və ya digər müəyyən işləri görür, özü üçün planlar cızır. Ümumiyyətlə, Həzrət Peyğəmbər də buyurur ki, 4 hissəyə vaxtınızı ayırın, bölün. Saatən lillah, bir hissəni Allah üçün. Allah nə istəyir bizdən? Bir hissə deyəndə az bir hissə istəyir. Allah nə istəyir bizdə? Deyirsən, ruzi dalıca gedirsən və ya bir yol gedirsən yavaşca, məni yadıma sal. Xoş sənin halın var ki, ömründə qeyd olunacaq ki, bəli, bu insan yol gedərkən, bir iş görərkən Allaha məni xatırlatdı və ya bir nemət əlinə gələrkən məni xatırlatdı. Həmişə insan gərək Allahı xatırlayan. Yəni, Allaha ayrılan vaxt çox bizim üçün çətin olmamalıdır. Ailə üçün ayrılan vaxt çətindir. Görürsünüz, əziyyət çəkirsən, gecə yatmırsan, işdə qalırsan, gecə növbəsi və ya səhərdən axşamacan gedib daş daşıyırsan, palçıq qarışdırırsan. Niyə? Ailə uşağın üçün, nə bilim, indi Allah ömür versin, bizim məsciddə, dənizdə işləyənlər var. Görürsünüz, o neft yataqlarında külək, soğuğun, qar, nə bilim, qorxu, həyəcan, bunlar nə üçündür? Ailə üçün, məişət üçün. Bu çətindir. Amma Allaha ayrılan vaxt çox asandır. Əfsuslar olsun, bəzən biz bu məsələlərdə Allaha ayrılan ömrümüzə bir vərəqləsə görərik ki, Allah üçün çox az vaxt, hansı ki, ən rahatı Allah üçün vaxt ayırmaqdır. Onun üçün çox az vaxt ayırırıq və digər işlər üçün az vaxt ayırırıq, digər işlər üçün çox. Həzrət buyurur ki, saatən lillah, bir hissə Allah üçün və saatən li məaşikum, bir hissəni də dolanışınız üçün. Baxın, demir Allah, otur evdə, daimi məni yad elə, amma ailə uşağın üçün, dolanışığın üçün heç nə eləmə. Allah Rəsulu ailəni də gətirib, belə deyək, bura qeyd edib ki, bir hissənizi də öz yaşayışınız üçün sərf edin. Və saatən li muaşirətil əxvan, bir hissəni İxvan, bir hissəni müminlərlə ünsiyyət üçün ayırır. Məsələn, bugün 5-ci gündür, xoş o insanın halına ki, günün böləndə, cümə günü üçündə cümə gününə gəlməyə və ya məscidə gəlməyə və ya zöhr namazı, şam namazı məscidə gəlmək üçün, görürsünüz, məscidə gəlirəm, müminlər üçün vaxt ayırıram, bəli, gəlirəm məscidə, biraz namazdan qabaq gedirəm mömin qardaşlarımla hal-əhval tuturam, deyib gülürəm, onların vəziyyəti ilə maraqlanıram, onun çətinliyi ilə, belə deyək, ən azı əlimdən bir şey gəlməsə də, ona vaxt ayırıb, ona təsəlli verə bilirəm, ona dua edə bilirəm. Yəni, bu da Peyğəmbərin bizə qoyduğu qaydalardan biridir. Və saatən təxlunə fiyhə liləzzatikumul halal. Allah Rəsulü deyir ki, bir hissəni də halal istirahat üçün ayır ginən ömrü. Demir elə, səhərdən axşamacan özünü ora-bura çırp, nə bilim, ancaq çətinliklərlə özünü üzləşdirirsən, özün üçün rahatlıq bir vaxt ayırmırsan, deyir, o vaxtda da ayırmalısan, yatmalısan, deyib gülməlisən, oturmalısan, amma
demir. Əgər gününün 5 saatın başqa şeylərə sərf edirsənsə, yəni lazımsız şeylərə nə olar? Onun 1 saatın sərf elə və ya 4 saatın sərf elə, 1 saatın yaxşı şeylərə sərf elə ki, sənin ömrün haqqında və ya zaman haqqında Allah səndən, məndən sorğu-sual etdikdə Allaha deyə bilək ki, Allah, bu qaydalara gücüm çatdı, bunu edə bildim, vaxtımı bu cür bölüşə bildim. Yox, elə zamanı sənin qarşıva gətirdilər, üzr istəyirəm, nərd oynamaq, çayxanada domino oynamaq, nə bilim, başqa işlərlə elə zamanı hansı günümü vərəqlədilər, elə hamısı bu yerdə yazıb saat günortanı yeyir, səhəri yeyirsən, saat günortaya qədər gedirsən hansısa çayxanada, gəlib evdə yeməyi yeyirsən, günortadan sonra da gedirsən yenə də çayxanada. Əgər sənin gündəlik ömrün bu cür keçirsə, çətin olacaq. Çünki bu cür Allah bu zamanı bizə verməyib belə mənasız keçirdək. Bunun hesabatını bizdən alacaq. Əmirul Müminin Həzrəti Əli əleyhissalam insan ömrünü bir neçə hissəyə bölündüyünü qeyd edir. Deyir ki, əgər insan 60 il yaşayırsa, misal olaraq Əmirul Müminin 60 il yaşamağını qeyd edir. Çox da ola bilər, az da ola bilər. Və bu müddətin yarısını yatmaqla bitirirsən. O hansı şahın dövründə və ya bilmirəm, yadımda dəqiq qalmayıb, deyib, getdi qəbristanlığa, gördü ki, hamısı birində 45 yaş yazılıb, biri 25 yaş yazılıb, biri nə bilim 15 yaş yazılıb. Heç birinin haqqında qəbir daşının üstünə 80 yaş, 70 yaş, 90 yaş yazılmıyor. Soruşdu, necə olur? Bu cəmaat hamısı belə deyil, cavan dünyadan köçüb. Yəni burada yaşlanmır bu cəmaat, bu cür ölür. Yox, deyir, yox. Bunların ömrü o cür hesablanır ki, bunların gecə yatmaq ömrü hesablanmayıb. İndi bu ibrət üçün deyilir. Gündüz, yəni o vaxtı ki, məsələn 90 il yaşayıbsa, onun 45 ili gecəyə düşür, 45 ili gündüzə. Onu Allah, yəni hikmət bu insanlarda bu cür qayda qoyulub ki, yəni gün ərzində yaşadığın ömrü o başdaşıya qoyulub. Həzrət buyurur ki, əgər insan 60 il yaşayırsa, onun o ömrün bir hissəsini, bir müddətini, yarısını yatmaqla keçirdir. Yatmaqla da Həzrət buyurur, keçirilən əməldə savab yoxdur. Yəni yaxşı iş görə bilməsin. Yalnız və yalnız mübarək Ramazan ayında yatmaq ibadət sayılır. Digər vaxtlarda yatanda nə iş savab iş görə bilərsən? Amma bunu da deyim, yatmaq üçün də savab əldə etmək istəyirsinizsə, o vaxtında yatın. Deyin ki, mən vaxtında yatım, savab balalarım üçün ruzi dalıyca getməliyəm. İnanın Allah sizin o yatmağıza da inşallah savab verəcək. Həzrət buyurur ki, qalan hissənin yarısını da az yaşlı və təcrübəsiz vaxtla keçirdirsən. 15 yaşına qədər oğlanlar, 9 yaşına da qız uşaqları. Bunlar uşaqdılar da, bunlardan heç bir hesabat alınmayacaq ki, Allah onları ixtiyarı yaradıb. Və ya onlar bir şeyi, belə deyək, təcrübəsi yoxdur ki, bir düşünə, daşına bir iş görə. O biri yarısının 1/3 var dövlət toplamaq, çörək pulu qazanmaq və ailəsinə sərf edir. Görürsünüz, ömrün hissə azalır, hələ Allah üçün bir şey yoxdur ortalıqda. Yerdə qalan hissəni də xəstəlik, qocalıq və ölüm qorxusu ilə keçirdir Həzrət Əli əleyhissalam. Elə ki, yaş 70-80'ı ötdü, artıq əlin, ayağın yaxşı tutmur yeri, rahat hərəkət edə bilmirsən, mömindirsə, deyər ki, liqaullahdır ölüm, görüşəcəyəm, amma ölüm o məfhumunu, onu dərk etməyən biri olsa, belə deyək, o baxımından cahil olsa, yəni ölümün mahiyyətin dərk edilməsində cahil olsa qorxacaq. Və ya xəstəlik ilə, canı ilə əlləşəcək, orada da xəstə adam nə iş görür, oruç tuta bilməz, namazını da belə deyək, bir gün qılar, bir gün qılmaz, bu halla
yola verib gedəcək. Odur, Həzrət buyurdu ki, çalışın ömrünüzün bu hissəsindən elə yaşayın ki, onu Allaha da sərf etmiş olasınız. Əlbəttə, bu yerdə ailəyə vaxt ayırmaq Allahın bəyəndiyi işlərdəndir və Allah bu işlərə mütləq şəkildə mükafat verəcək. Mən bir Arifin bir çıxışın, indi başqa dildə idi, dinlədim. Dedi, gedirsiniz müəyyən saatları orada burada dostlarla, insanlarla keçirdirsiniz. Onun gəlin 5də birini öz ailənizlə keçirdin. Öz yaxınlarınızla keçirdin, valideynlərinizlə keçirdin və ya uşaqlarınızla keçirdin. Onların vəziyyəti ilə maraqlanın. Soruşun, dərsi ilə məsələn deyirəm, maraqlanın. Sağlamlığı ilə maraqlanın. Kimlə oturdur edirsən, nə qulluq elin. Bu minvalla deyir, bunu belə izah edir. İmam Əli əleyhissalam buyurur, ey insanlar, yenə də xitab edir, zamanın qədrini bilməyən insanlara xitab edir. Ey insanlar, gecə və gündüz səndən ötürü dövr edir. Sənin üçün gecə gündüz dövr edir. Görürsünüz o pər vuran, soyuducu vuran, nə deyirlər, ventilyator. Fırlanır, dövrə vurur. Kim üçün? Bizə sərin hava vurmaq üçün. Dünyada elə gecə gündüz bizim üçün dövrə vurur. Gündüz olur, gecə olur. Əmirul Müminin deyir ki, bu sizin üçün dövrə vurur. Onlar sənin ömrünü yiyir. O fırlanmaqla sənin ömrünü yiyir. Xəbərin yoxdur. Dünən gecə ömründən bir gecə getdi. Bilmirsən, bu gecəyə çataram ya yox. Bu gün sənin ömründən gedir. Mən bunu danışmışam məsciddə. Əmirul Müminin dedi, dünya 3 gündən ibarətdir. Yəni zaman bundan ibarətdir. Dünən, bugün, sabah. Dünən gedib, özünü vurub öldürsən də, nə qədər varlı olsan da, güc sahibi, söz sahibi də olsan, dünəni geri gətirə bilmərsən. Artıq o getdi. Sabaha da Allaha pənah, ya yaşayaram, ya yaşamaram. Amma bugün sənin günün bugündür, bugünün qədridir. Yəni o zaman ki var, bax bu dəqiqə bu istəkan suyu qoyublar, mən bunu içib boğulub ölə də bilərəm. Əgər mənim ömrüm burada da tamamlanırsa, deməli indiyə qədər hər ki nəfəs alıb verirəm, o zamanın qədrini insan bilməlidir. Vaxtının qədrini insan qədir qiymətini bilməlidir. Həzrət buyurur ki, bu gecə gündüz ki dövr edir sizin üçün, sizin ömrünüzü azaldır, yeyir. Sən də çalış ondan bəhrə götür. Nə olar gecəndən biraz vaxt ayır ibadətə. Heç qılmaya namaz. O aylanda denə ilahi və Rəbbi sənə şükürlər olsun. Nə yaxşı ki bu rahat yatmaq. Adam var gecə səhərəcən yata bilmir. Dərman da atır yata bilmir. Biri ağrıyır, birinin nə bilim yuxu problemləri var. Nə yaxşı ilahi rahat yata bilirəm. Buna görə bir şükür elə. Zamandan istifadə elə. O da buyurur ki, çalış ondan bəhrə götür. Xeyir əməllərimi sabaha saxlama deməklə sabah gedəcəyim. Günorta vaxt var məscidə getməyə, şeytan sənin qəlbivə salır ki, axşam gedərsən. Narahat olun. Ya bu cümə gəlir, eləməz, bu cümə getməyim, gələn cümə gedəcəyim. Həzrət Əli əleyhissalam deyir, xeyr, belə olma. Və ya birinə yaxşılıq etmək istəyirsən, nə bilim, qohumun gilə getmək istəyirsən, ata-anıva dəymək istəyirsən, zəng eləmək istəyirsən, sənin beynivə gəlir ki, indi atama zəng eləm, onun halını soruşum, deyirsən ki, o qalsın, birazdan zəng eləyəcək. Və ya qardaşımın halını soruşacaqsan, mümin dostumun, qardaşımın halını soruşacaqsan, hə, birazdan zəng eləyəcək, inanın, mən özümü elə deyirəm. O biraz deyəndə görsən, günlər gedir, bir də deyirsən, həmən adam sənə qayıdıb zəng eləyəndə, deyirsən, valla, o gün düşündüm mü sənə zəng eləyim. Özün, insan düşünəndə deyirsən, səhv eləmişəm mən. Gərək elə, dünən zəng eləyəydim. Dedi, yaxşılıqlarınızı sabaha saxlamayın, ya xeyir əməllərinizi sabaha saxlamayın. Çünki sabaha belə bir fürsət təkrar əldə edəcəyinin zəmanəti yoxdur sənin üçün. Sən hardan bilirsən, sabaha sağ qalacam, o qədər dostlar sabaha söz veriblər, görüşərik.
Sonradan görsən sabah eşidir ki, dostum gedib rəhmətə. Az olub belə şeylər. Həzrət sonra burada pislik də etməyin. Çalışın, yaxşılıq edin. Pislik etməyin. Hardan bilirsiniz o pisliyi aradan aparmaq üçün tövbə etmək və ya yaxşılıq etməklə mən onu aradan aparacağım. İnnəl həsənat yuzhibnə səyyiat. Ayədir. Yaxşılıqlar pislikləri aradan aparacaq. Aparar. Əlbəttə bu ayəni deyə bilər ki, amma aparar, indi elə onu bu aparsın. Sabah bilmirsən, o yaxşılığı edə bilərsən, o pisliyi aradan apara bilərsən, bilmərsən. Əmir ol müminin o da deyir ki, zaman elə bir qiymətli bir şeydir ki, onu heç etməyin, onu zayi etməyin. Bəzən biz zamanı elə zayi edirik ki, sanki öz xeyrimizə və ya ibadətimizə sərf edirik. Elə bilirik ki, özümüzün rahat olması için, daha gözəl şəkildə ibadət edilməsi üçün. Məsələn, dəst namazı görsən alır neçə dəqiqəyə. Nə bilim, 20 dəqiqəyə çalışır orada. Və ya digər bir şey. Üst başını dəyişmək üçün nə qədər vaxt deyirsən, çıxıram 5 dəqiqə, yarım saata tərpənmir yerindən. Hələ o başqasına zülm edirsən, səni gözləyir, onunla işim yox. Öz vaxtını nəyə sərf edirsən? Paltarını geyinməyə, geyin, səliqəli geyin. Amma Allah demir ki, sən vaxtını o qədər sərf edirsən. Bir nəfər İmam Sadiq Əleyhisselama gəldi, sual verdi. Bir sual verdi, biraz yuvandı, yadından çıxdı, təkrar ikinci sualı verdi. Bir xeyli vaxt itkisi oldu. Həzrət ikinci sualı verəndən sonra ona dedi, get, o biri sualları bir yerə cəm yaz, gəl mənə sualları ard-arda ver. Sən mənim vaxtımı zayi etmiş olursan. Başqasının vaxtını da zayi etmiş olarsan. Özünün də vaxtını zayi etmiş olarsan. Odur, zamanın qədrini bilək. Zamanımızı, mənim əzizlərim, qoy elə burada deyim, hamamda yummaqla, nə bilim, dəst namaz almaqla, ayağımızı yavaş-yavaş yeriyib, nə bilim, 5 dəqiqəlik getdiyimiz yolu 1 dəqiqəyə, 10 dəqiqə, 20 dəqiqəyə getməklə sahə eləməyək. Mən bunu tam səmimi deyirəm. Yəni, imamların hədisinə əsasən. Bunların hamısı bir fürsətdə əlimizdən gedəcək. Odur, insan gərək öz vaxtının qədir, qiymətini bilən. İmam Əli Əleyhisselam buyurdu ki, dünya insanı ümidlərlə aldadır. Yəni zamanını ümidlərlə aldadaraq onu boş arzularla məşğul edir. Vaxtın boş-boş şeylərlə keçirdirsən. Başlayırsan düşünməyə, axı düşünmək ibadətdir. Lazımsız şeylər, elə şeyləri düşünürsən, o heç belə deyək, yəni sənə lazım deyil. Birində görürsən, öz aləmində günlərlə onu düşünürsən ki, o eləyib, bunu mən necə eləyim, o cür eləyim. Ki, mən də onun kimi belə varlanım və ya bir iş görüm. Düzdür. İnsan gərək düşünsün, yaxşı şeylər üçün düşünsün, amma arzu və xülyalarla yox, xəyallarla yox. Onun üçün vaxtını sərf etməyəsən. Nəhayət vaxtı əlindən alır, arzular, istəklər vaxtını əlindən alır, səni qəflət yuxusuna verir və nəticə etibarı ilə Cənab-ı Əzrail, Əmirul Müminin buyurur ki, o qəflət vaxtının zayi etdiyi vaxtı gəlib sənin məcazi mənada qolundan tutur deyir, gəl gedək. Bir abid var idi, bir cavana dedi ki, namaz qıl, oruç tut. Dedi, mən cavanam, hələ edəcəyəm ibadətimi, itaətimi edəcəyəm, hələ belə deyək, vaxtda var. Çox insan deyir bu sözü. Bu abid bu cavanın qolundan tutdu, gətirdi, bir otağa saldı, gördü saat işləyir. Dedi, o nədir işləyir? Dedi, saat. Dedi, onun səsini eşidirsən? Görsə o saat işləyir, onun səsini heç kim eşitmir.
Görürsünüz, elə bir nümunə bizim üçün həmən o divarda burada vurulan saat işləyir. Heç bəzən onun necə sürüşdüyünü, o əqrəbin necə sürüşdüyünü də görmürük. Bir də xəbər oluruq ki, 5-6'nın üstündə gəldi deyəm. Dedi, görürsən, dedi, bunun səsini eşidirsən, çox diqqətlə qulaq asdı, dedi, zəifliklə işləyirdim. Əvvəl o saat işləyirdi, tık tık bu cür səs elirdi əqrəblər fırlananda. O yaxşı eşidən insan o səsi, yaşlı adam onu eşidə bilmir. Və ya çox səsküylü olan yerdə adam onu eşitmir. Ömür də elədir. Çox səsküylü formada keçirsən, o vaxtın, zamanın qiymətin, qədrin bilməyəcəksən, dərk etməyəcəksən. Dedi, sənin ömrün də elədir. Gedir, yavaşca səs eləyir hər dəqiqə. Amma xəbərin yoxdur, xəbərin olmur. Bir də ayılırsan, saat 1'də çıxmışsam evdən, məscidə gedirəm, evə gedirəm, bir də görürsən saat 4. Necə gedib bu 4 saat? İlahi və Rəbbi. Və ya gedirsən, yol gedirsən buradan filan yerə, bir gün yol ilirsən. Elə o gün gedir. Həmən abid o cavana dedi ki, bax sənin ömrün də bundan ibarətdir. Elə sürətlə, elə formada gedir, heç xəbərin də olmur. Öz ömrünün qədir qiymətini bil. Öz ömründən Allaha vaxt ayır. Bir gün sənin üçün gec olacaq. Bu cür tənbih edəndən sonra saatı onun üçün nümunə gətirərək, baxın bizdə də evlərimizdə hər kəsin evində saat var. Qəribədir özdə. Telefonumuz da olsa və ya əlimizdə saat da olsa, evdə hər kəs özdə hamı gedir ki, qapının üstündə vurur ən görəcək yerinə. Hamı da böyük saat istəyir. Heç kim balaca saat vurmur. Amma bilmir ki, o sənin ömür dəqiqələrindir. Özün qoymuşsan orada öz ömür dəqiqələrini. Amma ömrünün qədir qiymətini bilmirsən. Odur mənim əzizlərim. Xüsusən cavanlar öz ömürlərinizin, öz ömrünüzün, öz vaxtınızın qədir qiymətini bilin. Elə şeylərə sərf edin ki, o ömürdən, o saatdan, o vaxtdan, o zamandan sorğu-sual etdikdə bizdən Allahın huzuruna çıxdıqda rahatlıqla deyə bilək ki, Allah, sənin üçün də gücüm çatanı, mən həmişə bu sözü deyirəm, biz məsumlar kimi ola bilmərik. Amma əlimizdə bir şey olsun ki, görürsünüz, birinin evinə qonaq gedirsən, biri varlı, imkanlı olanda sumkası yekə olur, biri kasıb olanda da, indi bir xırda para gedir, uşaqlar üçün xırda şeylə bir-iki konfetdən, zaddan, piçeniydən alır gedir. O onun üçün utanmır. O gələn də bilir ki, bu kasıb qohumumdur, qardaşımdır. Bunun gücü buna çatır. Əksinə ona deyir, nə əziyyət çəkmirsən? Görürsünüz, biz də Allahın huzuruna gedəndə indi nəyimiz var? Ən azı bir şeylər qazanaq ki, əliboş bir uşaq necə qaçır adamın qabağına, ən azı bir 20 köpüklü bir şey verə bilirsən ona, bir soğurandan verirsən, onu sevindirə bilirsən, misal olaraq. Deməli, sən boş getməmisən. Odur, düşünməyin biz əli boş gedəndə və ya əgər əli boş getsək Allahın huzuruna, Allah da məcazi mənada narahat olacaq ki, mən bəndəmə bu qədər vaxt sərmayə sərf etmişəm, amma bunun öz ibarəmizdə xurucununda heç bir şey yox. Boş-boşuna gəlib. Zamanını nəyə sərf edib bilmək olmur. Odur, çalışağın, elə yaşayaq ki, əlimizdə bir şey olsun ki, gedib Allahın huzuruna yetişə bilək. Və Allah da ona görə, Allah Ərhəmər Rahimdir, mərhəmət sahibidir. Bizim azımızı çox müqabilində mükafat verərək bizi dəyərləndirəcək. Odur, mənim əzizlərim, öz qədir qiymətimizi, vaxtımızın qədir qiymətini bilək, zamanımızın qədir qiymətini bilək, boş-boş şeylərə vaxtımızı sərf etməyək. Bir gün, yenə deyək, öz ömrümüzlə yaşlananda, hesabat aparanda özümüzü danlayacaq, amma onun bizə faydası olmaz. Allah yan verə öz izzət-i cəlalına, Allah Teala bizləri zamanımızın, vaxtımızın